Hamı təkid edir ki, repetitorluq Azərbaycanda ayıb bir səviyyəyə çatıb artıq. Bu ləğv olunmalıdır. Sovet vaxtı repetitorluq yox idi. İnsanlarımız yaxşı təhsil almırdı məyər. Mənim əmim oğlu deməli məktəbdə işləyir, 5-600 manat maaş alır və repetitorluq eləyir. Mənə keçən dəfə deyir ki, müəllim, mən çıxıb getmək istəyirəm xaricə. Deyirəm, niyə? Deyir, bu nə həyatdır mən yaşayıram? Səhərdən axşama qədər, gecə 10-u 11-ə qədər mən dayanmadan işləyirəm. Belə həyat olar. Nə bilim, 1500-2000 manat pul qazanıram, amma əvəzimdə mənim canım gedir. Doğru. Bu birinci fəsad. İkinci məsələ gəlir şagirdlərin tərəfinə. Mən 11 il müddətinə 5000-dən çox tələbəyə dərs demişəm universitetdə. Əvvəl gələndə biraz haykü ilə danışırlar, biraz falan. Mən soruşdum, bir iki nəfərlə söhbət elədik. Dedilər ki, o nəyin təsiridir? O həmən o repetitorluğun təsiridir. Necə? Uşaq gəlir, əvvəldən birinci sinifdən, olduğu sinifdən ayrılır. İnsanı tərbiyə edən amillərdən biri də kollektivdir. Bəli, mühitdir. O hansı kollektivdədirsə, orada isinişi vardır o uşaqlara. Birdən onlardan ayrılır, gedir repetitor yanına. Orada da mühit görmür bu. Təkcə müəllimlə kontaktdadır. Nəticədə uşaq təkliyə, tənhalığa düşür və onda belə bir qəribə, anormal hərəkətlər, davranışlar başlayır. Təbii ki, 1-2 aydan sonra biz onu yavaş-yavaş tənzimləyirdik, öyrəşirdilər. Bu ikinci fəsad, repetitor. Üçüncü, uşağın özünün istirahəti yoxdur. Necə müəllimin istirahəti yoxdur, uşağın da istirahəti yoxdur. Bu nə deməkdir? Bu nə sistemdir? Uşaq gəlir, səhərdən günortaya qədər dərs oxuyur. Bəs bu nə vaxt istirahət eləyir? Bu nə vaxt əylənir? Bu əcaib bir səviyyəyə çatıb.